Gəncə Ağır Cinayətlər Məhkəməsində 18 yaşlı arvadının başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən İlyas Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qədimov 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. İttihama görə hadisə Ağstafa rayonunun Ağstafa şəhəri Sarıvəlli küçəsində baş verib. 2001-ci il təvəllüdlü Vətən müharibəsi iştirakçısı olan Qədimov 2023-cü ildə Mədinə Qədimova ilə ailə həyatı qurub. Onların birgə nikahdan bir qızları olandan sonra ailədə gəlinlə qaynana arasında mübahisə yaranıb. Qədimovanın atası mübahisəni sakitləşdirmək üçün qızını qarşılıqlı razılıq əsasında evinə aparıb. 40 gündən sonra Qədimov həyat yoldaşı və uşağını evinə gətirib. Təxminən 4 aydan sonra Mədinənin əmisi rəhmətə getdiyi üçün qadın yas mərasiminə getsə də evinə qayıtmayıb. İlyas dəfələrlə onu evə gətirmək istəsə də Mədinə bundan imtina edib və boşanacağını bildirib. Qədimov əsəbləşərək qaynatasının evinə gedib və təkrar həyat yoldaşından evə qayıtmasını istəyib. Mədinə bundan yenə imtina elədikdə Qədimov əvvəlcə Mədinəni boğub, daha sonra isə onun boğazına 10 bıçaq zərbəsi endirərək başını kəsib. Mədinə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qətlə yetirilərkən Qədimovanın 18 yaşı oldu.